26-cı il Azərbaycanımız üçün düşərli olsa belə zəlzələ və xəstəliklər ilidir. Açıq olaraq deyim, 8-7 bal dərəcəsində Azərbaycanımızda zəlzələ olacaq. Bu, cənub-şimal zonalarında olacaq. Bakımızda 6 bal, 7 bal zəlzələ olacaq, ancaq fəsadı olmayacaq Bakımızda, deyimlə. Fəsadı isə 2027-ci ildə fəsad olacaq Bakıda. Müharibə filan ölkəmizdə olmayacaq, ölkəmizdə və Cənubi Azərbaycan 2028-ci ilə qədər yenidən Azərbaycana qovuşacaq. Yanğın hadisələri Bakımızda bitməyəcək, bu haqda deyim. Meşə yanğınları 2026-cı ildə bitməyəcək, partlayışlar, Sumqayıtda partlayış olacaq, bu haqda da deyim. Və iri ticarət mərkəzinin partlayacağına 2026-cı ildə partlayışlı ildir, alovlu ildir. Başa düşürsünüz, bu haqda deyim biləsiniz.